Həftəlik bürclər 13 oktyabrdan 20 oktyabra doğru dolçu əkizlər tərəzi bürclərini nələr gözləyəcək? Birinci dolçalardan başlayaq. Dolçular bu həftə biraz qeyri-stabil həftə olacaq. Çünki həm öz enerjiniz, həm ətrafın enerjisi, həm də özünüzün dəngəsizliyi, qeyri-stabili sizin həftə boyu gizlənmədə, narahatçılıqda, ola bilər nəfsinizin qurban olasınız, ola bilər belə deyim də düşünmədən bəzi hərəkətlər öz aləminizdə aktivləşdirəsiniz. Çünki bu həftə dolçular çox emosional olacaqsınız, amma stabillik qurmadıq üçün enerji olaraq, dəngəsizlik olaraq, beyin olaraq tam qeyri-stabillikdə olacaqsınız. Bu həftə dolçular beyninizdə məhkəmə qurmalısınız. Necə etməliyəm, insanlara necə cavab verməliyəm, insanların haqlı olduğu məqamlar nədir, insanları yönləndirdiyim məqamlar nədir. Bacardığınız qədər ağıl, bacardığınız qədər məhkəməni beyninizdə quraraq özünüzü stabilləşdirə bilərsiniz. Ən çox da pulla, maddiyyatla bağlı bir balaca 30% çöküş yaşaya bilərsiniz. Həmin çöküşün qabağını ala bilsəz, ümumi həftəlik dəyərləndirsək, hardasa 67-68%-ə qədər həftəvizi uğurlu edə bilərsiniz. Amma bu o qədər də uğurlu bir həftə olmayacaq. Çünki gizlənməyiniz çox olacaq, stabilivinizi qura bilmədiniz, psixoloji çöküşlər yaşadığınız bir həftə olacaq, özünüzü aktivləşdirə bilmədiniz, bəzi boşluqda olacaqsınız. Amma şəxsi həyat olaraq belə deyim də, ola bilər ayrılıq, ola bilər bir müddət pauza vəziyyətində qalasınız. Çünki psixoloji olaraq, bədənsel olaraq enerjiləriniz aktiv bir vəziyyətdə olmayacaq dolçular. Əkizlərə gələndə isə əkizlər bu həftə belə deyim də övlad, uşaq, ailə dünyaya gətirmək və yaxud da ailəyə doğru meyllənmə enerjiniz daha çox olacaq. Ən pozitiv enerji əkizlər ailəvizdən, sevdiyiniz insandan doğru gələcək. Amma bu həftə əkizlər daha çox ağıllı olacaqsınız, daha müdrik olacaqsınız. İnsanlar sizin başqa yanınızı kəşf edəcək. Yəni bəlli olmayan və kəşf edilmədiyiniz bir əkizləri bu həftə görəcəksiniz. Maşınla, yolla, məsafə ilə yer dəyişmə, iş, pul, maddiyyatla əlaqədar mükəmməl bir həftədir. Həftənizi çox uğurlu edə bilərsiniz və bu həftə alacağınız həftənin sonuna doğru xəbərlər sizə yeni bir qapı, yeni bir dövr, yeni bir başlanğıcı düzəldəcək. Zaten mən paylaşmışım, əkizlər xüsusi bir dönəmə girəcəksiniz ki, həmin dönəmdə özünüzü yeni bir əkizlər olaraq kəşf edəcəksiniz. Stabilliyinizi qoruyub saxlaya bilirsiniz, balansınızı qoruyub saxlaya bilirsiniz və ən çox da önə çəkilmək istəyiniz öndə olmalısınız. Hər şeyinizi öndə olduğunuz kimi aktivləşdirməz. Bu balansı düzəldə bilirsiniz, mükəmməl həftələrdən biri olacaq əkizlər sizə. 85-86%-ə qədər həftəvizə əkizlər uğurlu edə bilərsiniz. Sadəcə xəstəlik olaraq, bilmirəm, bağırsaq sisteminizdə, mədə sisteminizdə nə narahatçılıqlar var, ola bilər qidalardan əlaqədar olsun. Biraz bu problemlərin qabağını almağa çalışın. Tərəzilər isə bu həftə fiaskodasınız. Tərəzilər sizi mən belə tuta bilmirəm. Bu həftə belə deyim, o qədər qərarsız, hər şeyə qarşı ümidsizliyiniz, hər şeyə qarşı qəribə bir belə deyim də dövlətlə, rəsmiyyətlə əlaqədar qarışıq problemləriniz olacaq ki, özünüzlə nəyi necə edəcəyinizi bilməyəcəksiniz. Sanki belə deyim də addım atacaqsınız, amma qapını açmağa risk edə bilməyəcəksiniz. Özünüzə güvəniniz, ətrafa güvəniniz demək olar ki, bu həftə yox vəziyyətdə olacaq. Ümumi həftəni dəyərləndirsək, ən çox tərəzi kişiləri sevgi şəxsiyyət baxımından istədiyiniz pozisiyada ola bilməyəcəksiniz. Özgüvənsizliyiniz, hər şeyə qarşı güvənsizliyiniz, şübhələriniz sizin aktiv olaraq qabağa çəkməyinizi yönəldə bilməyəcəksiniz. Ümumi dəyərləndirsək, belə deyim, özünüzə qarşı stabil olmağı bacarsınız, beyninizdəki sualları cavablandıra çalışırsınız. Onurğanızda olan problemlər, nəfəs sisteminizdə olan problemlər, bilmirəm, tez-tez sınma, qırılma kimi nüanslarınız ola bilər sümüksə. Bunları balanslaşdıra bilirsiniz. Ümumi həftəni dəyərləndirsək, həftənin 73%-ə qədər uğurlu edə bilərsiniz. Amma bu həftə kimlərinizə dəstəyi alacaqsınız? Ehtiyacınız var. Mənfəət olaraq, mənəvi olaraq, maddi olaraq dəstək nəticəsində gözləmədiyiniz anda yeni bir alana keçə bilərsiniz. Tərəzilər. Bu həftə nə düşünürsünüz? Düşün, hər şeydə negativ, hər şeydə belə deyim, mənfilik, hər şeydə ümidsiz olaraq yanaşmağınız sizin çox geriyə çəkilməyinizə səbəb ola bilər. Buna qətiyyən tərəzilər icazə vermirsiniz.